bizi çağırır. Vize, bilet, her şey hazır. Dünya bize kucak açır. Geleceğe bir adım Saf Travel. Xəyallara qanat Saf Travel. Qonağım Saf Travel'ın daxili turlar üzrə meneceri Əvəz Səlimovdur. Əvəz bəy, xoş gördük sizi. Xoş gördük. Əvəz bəy, bildiyim kimi artıq Saf Travel'ın Sumqayıt filialı tezliklə açılacaq. İlk əvvəl demək istəyirəm ki, xeyirli uğurlu olsun. Bizdə bal ayı turları yeni evlənən cütlüklərimiz üçün mövcuddur. Və bunu bizim Saf Travel rəsmi səhifəsindən, Instagram və TikTok adreslərimizdən də baxa bilərsiniz. Müştərilərimizin rahatçılığını və müştərilərimizin Saf Travel'a qarşı olan sevincini, onların keçdiyi bu bir neçə günü və yaxud da bir ayımı deyək də belə, o bizim cütlüklərimizdən asılıdır, seçimlərindən asılıdır. İstər Azərbaycanda, istər də xaricdə biz balay turları təşkil edə bilirik. Saf Travel bildiyiniz kimi daxili turlar deyil, xarici turlar da aktivdir bizdə. Bəli. Bizdə aviabiletlərin də satışıdır. Ümumiyyətlə isə viza dəstəyidir, otel bronlaşdırmasıdır, rezervasiyasıdır, hər bir şey Saf Travel'da var. Balay turlarımız da necə olur? Balay turlarımız, cütlüklərimiz bizə yaxınlaşır. İstədikləri rayonda və yaxud da istədikləri ölkədə əgər viza... Ən çox hansı məsələn rayona, bölgəyə üstün Ən var? çox Cənub zonasında, Astara, Lənkəran, Astara Lerik zonasında, Astaranın Sım kəndi var, çox gözəl bir şəlaləsi də var, Sım şəlaləsi. Hətta bilirəm ki, fotoqraf, videolar falan hamısı elə storylər siz... Öz Saf Travel'ın öz şəxsi çəkiliş qrupası da var. Fotoqrafımız, videoqrafımız və yeni evlənən cütlüklərimizin kliplərinin yığılması, fotolarının montajlanması, hər bir şeyi bəli bizdə mövcuddur. Sağ olsun bizim rəhbərliyimiz Samirə xanım Mirzəyeva hər bir şeyi öz səyi nəticəsində təşkil eləmişdir. Biz də onun bu səyindən faydalanırıq. Samirə xanımın ideyaları çoxdur. Həqiqətən də özü kreativ ideyaları var, fərqli. Maşallah, rəhbər də oradan bir idarə edici belə olmalı. Biz belə deyik, biz Saf Travel şirkəti demirik heç bir zaman. Samirə xanım bizi elə örgəşdirib ki, və Samirə xanım bizi elə yetişdirib ki də, belə deyim, mənim özümü də Samirə xanım yetişdirib bu turizm sayəsində. Biz hər bir zaman Saf Travel ailəsi deyirik. Bəli. Ümumiyyətlə, uşaq əyləncəsinə gəldikdə, məsələn, balaca uşaqların əyləncəsi, ad günümü deyim və yaxud da özəl günlərimi deyim, onların təşkilatçılığı və yaxud da elə turlar varmı? O zaman mütləq valideyn gəlməlidir. Valideyn mütləq deyir ki, gəlməlidir, bəli. Və yaxud da məktəbli turudsa, müəllimə və yaxud da rəhbərlikdən orada olmalıdır kimsə. Bildiyiniz kimi, turizm şirkətlərinin çoxsuna icazə verilmir əslində məktəbli turların aparılmasına. Çünki məsuliyyəti çox böyükdür, uşaqların məsuliyyəti çox böyükdür. Bizdə belə deyək, 50 nəfər nəqliyyat vasitəsində biz tələbə aparırıqsa, mütləqdir ki, bizdə 3 və yaxud da 4 nəfər tur bələdçisi orada iştirak eləməlidir. Əvəz bəy, 12 illik təcrübə şirkətə nə qazandırıb? Saf Travel-ı tək Azərbaycanda yox, bir çox ölkələrdə tanıyırlar. 12 illik təcrübə minlərlə insanın gedib Azərbaycanı və yaxud da xarici ölkələri görməyinə səbəb olub. Bəli. 12 illik təcrübə ona səbəb olub ki, biz Azərbaycanda çox sevilmişik. Çünki biz dediyimizə hər bir zaman əmin olmuşuq və dediyimizi yerinə yetirmişik. Və biz hər bir yerdə Saf Travel ailəsi olaraq bizim turistlərimizlə, qonaqlarımızla bir yerdə olmuşuq. Nabran Atlant turlarına start veririk. Nə gözəl. Bəli, hər il olduğu kimi İyun ayının 13-ündə. İyun ayının 13-ündə Nabran Atlant turlarına start veririk. Elə bu da bir yenilikdir. Bəli. İlk dəfə Əvəz bəy açılır. Hər zaman olduğu kimi ilk Saf Travel gedir, sezonu açıq elan edirik. Nabran turlarımızın qiyməti 35 manatdan başlayır. Buna daxildir gediş-gəlişimiz, tur bələdçisi və günorta yeməyi açıq masadır. İstədiyiniz qədər yeyə bilərsiniz, istədiyiniz qədər istirahət edə bilərsiniz. Bundan əlavə hovuzdakı atraksiyonlar da hər bir şey də daxildir. 35 manatın içində istər xizəyi, o xizəyi deyirik də biz sürüş, yəni suya düşmək üçün. 2-3 cür orada hovuz var, uşaq hovuzu, böyük hovuzu, fərqli-fərqli hovuzlar var. Onların istifadəsi də hamısı 35 manatın içində daxildir. Yəni ailəcə yığışa bilərsiniz, gedə bilərsiniz. Bəli. Çox gözəl bir gün keçirdə bilərsiniz. Və əlbəttə ki, yenə də deyirəm, etibar, güvən, rahat, komfort və gözəl əyləncə. Bundan əlavə 35 manatdan əlavə bizim qalıcı turlarımız da var. Nabran Atlandda. Bunun da qiyməti başlayır 99 manatdan.
O 99 manatdan yuxarı gedir. Nəyə görə? Çünki orada qidalanma fərqi var. Gündə 3 dəfə qidalanma var və yaxud da bir dəfə qidalanma var. Turistimiz olur ki, deyir mən özüm alıb gətirəm hər bir şeyimi, qidamı özümdən, özüm istifadə edəcəm. O fərqlər var. Və qalıcı turlarımızda da axşam diskotekası olur, müəyyən bir miqdardır onun girişi və qalıcı turlarda biz onu ödənişsiz olaraq turistlərimiz üçün istifadəyə veririk. Bəli, axşam müğənnilərimizin, tanınmış müğənnilərin konsertləri olur axşam. Onun da istifadəsi qalıcı turda qiymətə daxildir bizdə. Əvəz bəy, ümumiyyətlə Azərbaycanın tanınmış şou biznes nümayəndələri var da ölkəmizin. Onlardan sizə müraciət edən və ya ailəsi üçün və yaxud da yaxını üçün olubmu? Bəli, çox olub. Mən bilirəm, olub, istəyirəm siz danışasınız. Çox olub, adlarını çəkmirik. Bizim internet səhifəmizə girib özləri də baxa bilərlər. Bizim öz nəqliyyat vasitəmizdə gəliblər, özdə qonaqlarla şənlənərək, oxuyaraq, əylənərək Saf Travel-da qonaq olublar. Çox təşəkkür edirəm Əvəz bəy, çox sağ olun. Yaxşı ki, Maqazin Plusu seçmişsiniz, yaxşı ki, bizimləsiniz. Onu da qeyd edeyim ki, Maqazin Plusun indi hazırda qonağı Saf Travel-ın daxili turlar üzrə meneceri Əvəz Səlimov idi. Biz isə sizinlə gələn həftə görüşəcəyik. Sağ olun, salamat qalın.